Salam uşaqlar. Bu gün biz Dövlət İmtahan Mərkəzinin 4-cü qrup üzrə kimya fənnindən 20 variant sınaq imtahanının deməli suallarına, sınaq üçün suallarına baxacağıq, izah etməyə çalışacağıq. Qeyd edim ki, bu sual ali təhsil müəssisələrinə qəbul imtahan modelinə uyğun olaraq hazırlanmışdır. Yəni izlənməsində fayda vardır. Deməli, mövzularımız da kimyəvi rabitə, kimyəvi reaksiya təsnifatı, reaksiya istilik effekti orada deməli qeyd olunmuşdur. Deməli, sual birdən başladıq. Deməli, bizə maddə verilib cədvəldə. Onların əmələ gəlmə istilikləri qeyd olunmuşdur. Amoniakın kataltik oksitləşməsi zamanında 23,4 litr amoniak sərf olunarsa, ayrılan istilik miqdarını kilojoulla hesablayın. Deməli, biz birinci onda amoniakın kataltik oksitləşməsi tənliyini biz yazmalıyıq. Deməli, burada NH3 üzərinə gəl oksigen alınır. NO üzərinə gəl su. Bu kataltik oksitləşmə, yəni katalizatorun iştirakı ilə gedir. Katalizator bu reaksiyada həmişə N2 ayrılır. Onu da qeyd edək. Deməli, burada NO-nun əmələ gəlmə istiliyi 90, NH3-ün əmələ gəlməsi 46, suyun əmələ gəlməsi 242 olaraq qeyd edilir. Birinci olaraq biz bu əmsallaşmanı aparaq. Ya bunu elektron balans üsulundan istifadə etməliyik, ya da bunu şifahi də əmsallaşdırmaq olar. 6-da 2-nin 12, 6 oksigen orada. Deməli, 4, 10, burada biz 5 qoyaq. İndi burada diqqətli baxın. NO-nun əmələ gəlmə istiliyi 90-dır. Deməli, onda mən burada 4 vuraq 90 yazacağım da 4. Çünki əmsal nəzərə alınır. NH3-ün əmələ gəlmə istiliyi 46-dır. Yəni 4 vuraq 46. Çünki bir NH3-ün əmələ gəlməsi zamanı 46 kilo istilik ayrılırsa, 4 mol NH3-ün əmələ gəlməsi zamanında 4 vuraq 46 kilocu istilik ayrılacaq. Bəsit maddələrin biz bilirik ki, əmələ gəlmə istiliyi 0-dır. Onun oksigen nəzərə almırıq. Suyun əmələ gəlmə istiliyi, deməli 242, 6 vurulsun 242-dir. Biz də bilirik ki, kimyəvi reaksiyanın istilik effekti reaksiya nəticəsində alınan reaksiya məhsullarının, yəni əmələ gəlmə istiliklərinin cəmindən başlanğıc maddələrin əmələ gəlmə istiliklərinin fərqinə bərabərdir. Yəni, Q bərabərdir, onda yaza bilərəm ki, Q bərabərdir. Deməli, burada 90-ın işarəsi nəzərə alınmalıdır. Çünki orada özünüz fikir verin, 90-da mənfi var orada. Mənfi 360 üzərinə gəl 6 vurulsun 242-də. Buna baxaq. 6 vur 242. 1452. Deməli, 1452 minus 4-də 46-nın demək 184. 184. Şimdi bunu hesablasaq. Deməli, 1452 çıx 360. 360. 1004. Yazaq buna. 1098 çıx 184. 184. Deməli, bu da elədir. Deməli, 908. İndi burada uşaqlar bizə deyir ki, 23,4 litr amoniak tam sərf olunarsa, biz baxırıq ki, burada nə qədər amoniak sərf olunub? 4 vuraq 23,4 amoniak sərf olub da, o da eləyir 89,6 litr NH3 sərf olunanda nə qədər biz istilik ayrılır? 980 kilojoule da yazaq. Kilojoule istilik ayrılır. Onda 22,4 litr amoniak yanarkən 200 kilojoule istilik ayrılacaq.
Deməli, buradan da baxırıq ki, 89.6. Deməli, oradan 4 dəfə keçilib. 9-u 8-i də 4-ə bölsək, deməli, 908 bölünsün 4. Burada, deməli, 227 kilojoule istilik alarıq. Deməli, cavabımız B variantı. Burada da qeyd olunub. Sonra keçdik ikinci sualımızda bizə nə verilib? Qrafik verilib. Qrafikdə baxırıq ki, mollarla NO-nun, O2-nin NO-nun zamana görə dəyişməsini verilib. Bir də bizə tənlik verilib ki, bu reaksiya zamanı ta bir anadaş tarazlıqdadır deyir. Hansı dəyişikliklər aparmaq lazımdır ki, ta 2 anında tarazlıq halı yaransın? Birincisi, biz kimyəvi reaksiyanın tənliyini yazaq burada. NO oksidləşir. Bu da dönər prosesdir. Keçir NO2-yə. İndi baxın uşaqlar, burada NO-nun qatlığı azalmaq istiqamətində gedir. O2-nin qatlığı başlanğıc maddələrin onsuz da bilirik də, zaman keçdikdə qatlıqları azalır, keçir məhsulun tərkibinə. Ona görə NO-nun orada qrafiki artmaq istiqamətindədir. İndi biz burada suallara cavab, yəqin ki, bizə burada suallar təqdim olunur. Baxaq suallara. Təzyiqi artırmaq. Baxın uşaqlar, burada 2 həcm, bax 2 həcm burada. 2 həcm NO, 1 həcm oksigenlə birləşib, 2 həcm NO2 əmələ gəlib. Yəni burada, baxın burada 3 həcm burada keçib 2 həcmə. İndi 3 həcm 2 həcmə keçəndə indi təzyiqi əgər artırsa, biz təzyiqi artıranda bilir ki, həcmin azalması istiqamətində gedir. NO-nun yəni reaksiya necə deyirlər, sağa yönələcək. Sağa yönələcəksə, onda biz bu variantı götürə bilərik. Yəni sağa yönəlmək o nə deməkdir ki, NO-nun orada mol miqdarı artacaqdır. Onda biri biz düzgün variant qəbul edirik. Temperatur artırmaqla. Bu reaksiya uşaqlar, baxın, müsbət 2 ilə ifadə olunur. Müsbət 2 ilə ifadə olunmaq o demək ki, bu reaksiya eksodermikdir. Biz bilirik ki, endodermik reaksiyada temperaturu artıranda NO2-nin alınma istiqamətində, yəni orada tarazlıq sağa yönəlir. Eksodermikdə isə sola yönəlir. Burada temperaturu artırmaq desək, burada reaksiya deməli tarazlıq başlanğıc maddələrə tərəf yönələcək. Çünki eksodermik reaksiyada axı. Ona görə ikini biz götürə bilmərik. Sistemi NO əlavə etmək. Əgər biz NO-nun qatlığını artırsaq, tarazlıq sağa yönələcək. Yəni NO2-nin alınması istiqaməti yönələcək, bu düzgündür. Lakin birinci, burada fikir verin, qrafikdə biraz nəsə yanlışlıq var. Çünki burada NO-nun qrafiki onda uşaqlar bu cür tarazlıqdadır. Bax, biz artırdıq, axı müəyyən miqdar artıb, sonra aşağı düşməlidir. Belə aşağı düşüb tarazlıq halı yaranmalıdır. Onun üçün yəni bu cavabı əgər o dediyim kimi təqdim etsəydilər NO-nun qrafikini, orada mol miqdarına zamana görə dəyişməsini, biz 3 variantını da düzgün kimi götürə bilərdik də bunu da. Əgər elə olmasaydı, onda yalnız bir variant götürməli idi, onda yalnız biri. Amma yenə də indi orada D variantı götürək. Amma yəni deyirəm ki, bu qrafik səhv etmirəm, sınaq birinci qrupları ya da ikinci qrafik belə sualda da belə bir yanlışlıq var idi. Yəqin nəzərə alanlar da belə yanlışlıq bir də olmaz. Baxaq, üçüncüdə nə deyir bizə? Eylər Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. İndi deməli burada üstündə işləyək. Baxın, reaksiyanı bizə verib, əmsallaşdırmanı da biz aparaq, üstündə yazaq uşaqlar üçün, yəqin ki, bizə lazım olacaq. 2 həcm, deməli, 2 NO2 alınır. Burada əmsal qoyulmur. İndi suallara bir diqqətli baxaq. İndi oksigenin qatlığını artırdıqda tarazlıq sağa yönəlib. Biz bilir ki, qatlığı artırında kimyəvi reaksiyanın sürətlənir axı. Burada da hər istəməz, oksigendən söhbət gedirsə,
NO-nun hər iki halda NO-nun alınması istiqamətinə yönələcəkdə, yəni reaksiya məhsulu tərəfə yönələcək. Ona görə biri bura yazırıq. Həcmi artırdıqda tarazlıq sola yönələr. Həcmi artırmaq təzyiqi aşağı salmaq deməkdir. Baxın, yəni təzyiq aşağı düşür. İndi baxaq bizə. Burada baxırıq ki, başlanğıcda 3 həcmdən 2 həcmə keçib. Demək, burada həcmi artırmışamsa, mən təzyiqi salmışam aşağı. Demək, başlanğıc tərəfdə qalacaq da, solda qalacaq. 2-ni yazaq bura. İkinci halda, baxın, burada 2 həcm keçib 2 həcmə. Amma burada 3 həcm keçib 2 həcmə. Yəni, yəni burada 2 ancaq 1-ə aiddir. Temperaturu azaltdıqda tarazlıq sağa yerində dəyişir. Temperaturu artırsaq, deməli, bu reaksiyada, ikinci reaksiyada endotermik reaksiya olduğu üçün azaltsaq, daha doğrusu sağa yox, sola dəyişəcək. Amma birinci reaksiya eksotermik olduğu üçün temperaturu biz azaltsaq, sağa yönələcək. Ona görə bunu götürə bilərik. Sonra, azot monoksidin qatlığını azaltdıqda tarazlıq sağa yerinin dəyişir. Azot monoksidin qatlığını deməli, azaltsam, sistemdə, baxın, birinci reaksiyada, daha doğrusu ikinci reaksiya azot monoksidin qatlığını azaltsam, özündə qalır da, yəni sağda qalır, bu düzgündür, yəni bura, belə deyək də, 4-ü ata bilərik. Sonra, azot monoksidin qatlığını birinci reaksiyada qatlığını azaltsam, reaksiya daha doğrusu sağa yox, solda qalacaq. Ona görə 4-ü biz heç vaxt 1-yə yaza bilmərik. Ona görə də baxaq cavablarımıza, orada təqdim ediliblər. Bax, deməli, necə yazmışdıq? Cavab 2, 3, 1, 4, 1 ortadadır. 1 deməli ortada, deməli B variantı. Siz özünüzdə diqqətli baxın. Deməli, keçdik 3-cü sualımıza. 3-dən sonra 4-ü axtaraq. Deməli, 4-cü sual. 4-cü sual. İndi bu, deməli, onda belə ekrana, uşaqlar. Burada indi bizə nə deyir uşaqlar? 4-cü deməli suala baxaq. Demək, tənlik verilib, yazmalıyıq da, çünki burada tarazlıqdan söhbət gedir. 2, NO, üzərinə gəl, O2, keçir. 2, NO, 2-yə. NO, 2-yə. İndi NO-ya görə hesablanmış sürət, burada həcmi 1 litr veriblər. Yəni, bu hesablamalarda bir fərq yaratmayacaq. NO-ya görə sürəti 0,8 mol bölünsün dəqiqədir. Burada, indi baxın, biz NO-ya görə hesablanmış sürət, oksigenə görə hesablanmış sürətdən 2 dəfə böyükdür deyirik də, bunun əmsallardan istifadə edirik, biz yazırıq. Baxın, NO-ya görə hesablanmış sürət burada 0,8 olarsa, onda oksigenə görə hesablanmış sürətli biz x işarə etsək, biri 0,8-ə vurub 2-yə böləndə, biz bunu 0,4 olduğunu alarıq. Yaxşı, bunu qeyd etdik. İndi burada, deməli, indi biz daha nə yaza bilərik? Başlanğıc qatlıq, baxın, başlanğıc qatlıq, sərf olunan qatlıq, tarazlıq qatlığı bizim anlayışımız vardı. Biz bilirik ki, başlanğıc qatlıqdan sərf olunan qatlığı çıxanda tarazlıq qatlığı alırdıq. Tarazlıq qatlığı da ki, reaksiyanın, belə deyim, bu cür reaksiyalarda reaksiya daxil olmayan hissəni göstərir. İndi burada, baxın, 12 mol NO veriblər. Bax, 12-ni yazdıq. 10 mol oksigen veriblər. Qeyd etdik uşaqlar bunu. İndi baxın, burada sərf olunan tarazlıq, daha doğrusu sərf olunan qatlığı biz necə müəyyən edirik? Sərf olunan qatlığı burada 0,8-i orada müəyyən bir dəqiqə verib də deyir ki, baş verən reaksiyada neçə dəqiqədən sonra ilkin maddənin qatlığı ilə həmin dəqiqədən x-inə işarə etsək, onda bunu 0,8
8 ikiz. Bunu da 0,4 ikiz. Biz də bilirik ki, başlanğıcda sərf olunan qatlığı orada əgər çıxsaq, yəni burada baxın 12 çıxaq 0,8 ikiz. Baxın bu. Yəni burada biz sərf olunan qatlığı tapırıq. Bir də yaza bilərik ki, 10 çıxaq 0,4 bu ikisidir. Bu da oksigen üçün yazdıq. Bax, bunu NO üçün yazırıq. NO üçün, bunu da oksigen üçün yazdıq. Onda bu tənliyi həll edək, uşaqlar. Yaza bilərik ki, 12. Burada baxın, neçə dəqiqədən sonra ilkin maddələrin qatlığı eyni olar dediyi üçün bu ifadəni bir-birinə bərabər eləyirik. 12 çıx 0,8 ikiz bərabərdir 10 çıx 0,4 ikiz. Buradan da 12-dən 10 çıxsa, deməli 2, 0,4 mənfi keçəcək, ora qalacaq 0,4 x bərabərdir 2. X də bərabərdir. Deməli 2-ni də 0,4-ə böləndə 5. Deməli cavabımız 5 variantı. Sonra baxaq nə istəyir bizdən. Deməli x2 mol x2 qazı üstəcə Y2 qazı alınır. X2Y sabit temperaturda reaksiyanın baş verdiyi qabın həcmi 2 dəfə artırılır. Hansı ifadələr doğrudur? Baxın, bunu da yenə yazaq. Deməli, üzərinə gəl. Hamısını aqreqatalı qaz salındadır, onu qeyd etmirik. İndi burada baş verdiyi qabın həcmini 2 dəfə artırır. Qabın həcmini 2 dəfə artırmaq təzyiqi azaltmaq deməkdir. Yəni təzyiq düşür aşağı, azalır. Hansı ifadələr doğrudur? Reaksiyanın tarixi sabitinin qiyməti dəyişməz. Baxın, burada həcmləri də qeyd edilir. 2 həcm, 1 həcm. Deməli, yenə reaksiya girir. Yenə 2 həcm. Orada qaz alınır. Yəni burada fikir verin burada. Deməli burada 3 həcm keçir. 3 həcm 2 həcmə keçir burada. Yazaq həcm 2 həcmə. Yəni burada həcmin azalması baş verir. İndi reaksiyanın tarazilik sabitinin qiyməti dəyişməz. Bu düzgündür. Çünki belə deyək də qabın həcmi ilə tarazilik sabitinin əsiri yoxdur. Reaksiyanın sürəti 8 dəfə artar. Baxın, biz burada təzyiqi azaltdıq deyirik. Təzyiqi azaltmaq elə qatlığı azaltmaq deməkdir da. Qatlıq deməli, əgər mən təzyiqi artırsaydım, qatlıq da artar. Təzyiqi azaltmışamsa, demək qatlıq da azalıb. Onda reaksiyanın sürəti 8 dəfə artar deyirsə, mən deməli burada qatlığı 2 dəfə belə deyək də azaltmışamsa, onda kinetik tənliyin üzərindən yazaq, bunu isbatlayaq. B bərabərdir K. Vurulsun C maddəsi. Deməli C maddəsi, deməli 2 üstü 2 vurulsun Y üzərində əmsal yazılmır. Çünki onun orada baxırıq ki 2-dir, bu da əmsalı yoxdur. Baxın, indi bu kimyəvi reaksiyada mən belə deyək də qatlığı 2 dəfə aşağı salıramsa, onda yaza bilərəm 1 bölünsün 2 üstü 2 vurulsun. Hər iki maddə üçün nəzərdə alır da burada. 1 bölünsün 2. O da bərabərdir. 1 bölünsün 2 üstü 2 4. 4-də 2-nin 8. Baxırıq ki, burada reaksiyanın sürəti 8 dəfə artmadı. Burada aşağı düşdü də 8 dəfə artması üçün reaksiyanın əlbəttə qatlıq artmalı idi da. Qabın həcmini bu deyil 2 dəfə burada artırıbsa, qatlığı salıb aşağı 2 dəfə salıb. Biz də bu cinlikdən isbatladıq ki, 8 dəfə artmadı. Deməli, indi baxaq. Deməli, X2Y-nin qatlığı azalar. X2Y-nin qatlığı azalar deyirsə, bu məhsuldur da X2Y. Əgər mən burada təzyiqi aşağı salmışamsa, qatlığı da salmışam aşağı. Təzyiqi aşağı salmaq o deməkdir ki, qatlığı artıranda həcmin azalması istiqamətində gedir.
Əgər mən burada təzyiqi azaltmışamsa, başlanğıc tərəfə yönələcək də. Başlanğıc tərəfə yönəldikcə x2-nin qatlığı da düşəcək aşağı. Ona görə burada üçüncü variant, üçüncü daha doğrusu fikir düzdür. Onda bir də diqqətli baxsaq, burada yalnız 3 yoxdur. Onda reaksiya tarazlıq sabitinin qiyməti dəyişməz. Bir düzgün fikir kimi götürdük. Orada fikir vermədim. Dedi ki, reaksiya tarazlıq sabitinin qabın həzmi arasında bir asıllıq yoxdur da. Ona görə onu dəyişməz, düzgün fikirdir. Bax, orada fikrim yayılıb. Üzrü sayın. Ona görə burada cavab 1. Deməli 3 C variantı. Sonra deməli baxdıq, demək keçdik 6-cı suala. 6-cı sualda bizə nə deyir? X maddəsi verilmişdir. Elə bir burada deyir maddə götürün ki, baxın, şu 6-cı sualda söhbət gedir. Həmin maddənin yanma istiliyi minus olmasın, əmələ gəlmə istiliyi olmasın. Biz bilirik ki, NO yanır. NO oksidləşir, NO2, kalsium yanma istiliyi var. CO2 ilə reaksiya CO2 verir. Karbon oksigenlə yanır CO2, amma oksigen yanmır. Özü onsuz yanmaya kömək edən maddədir. Bütün yanma tənliklərində reaksiyalarında əmələ gəlmə istiliyi, yanma istiliyində biz 0 götürürük də. Onu bilirik ki, burada oksigen onda oldu cavab. Sonra keçdik 7-ci suala. Sonra nə deyir burada? Baxaq. Kalsium verib, qatı sulfat ürsətənliyi məhsulları verilib, ilkin maddələrin kütləsi əgər A olarsa, oksidləşdirin aldığı elektronların sayı şərt verir 16 ENA olanda götürülən kalsiumun miqdarını mol ilə hesablayın deyir. Deməli, biz birinci bunun tənliyini yazmalıyıq da uşaqlar. Buna yazaq tənliyini. Deməli, çünki bunu əmsallaşdırmaq lazımdır. Kalsium üzərinəcə H2SO4 alınır. Kalsium SO4 üzərinəcə H2S üzərinəcə su. Yenə burada 0-dan müsbət 2-yə. Biz burada elektron balansı qurmasaq, bunu əmsallaşdırmaq çətin olacaq. 0-a dəyişilənləri qeyd etdik. Kalsium baxırıq 0-dan keçib, kalsium müsbət 2-yə. 2 elektron verdi. Kükürt müsbət 6-dan keçib S-2-yə. Deməli, 8 elektron qəbul etdi. Deməli, yazdıq 2, 8, 1, 4. Yerlərini dəyişdik. Çox tapdıq elə bil ki, 1. Baxırıq ki, kalsiumun əmsalına 4 düşür. Kükürdə 1 düşür, yazılmır. Qalan yeni başqa obrislərində özümüz fikirləşib tapırıq. Onda bura 5 yazaq. Baxaq görək. Deməli, hidrogenlərə əgər burada 4 yazsaq bərabər 4-də 2-nin 6, 8, 5-də 2-nin 10, 4-də 2-nin 8, bərabər oldu. Umarım ki, səhv etmədik. Düzgündür. İndi burada baxın, nə deyirlər? Oksidləşdiricinin aldığı elektronlar sayı. Oksidləşdirici bilirik ki, burada H2SO4-dür, tərkibində kükürt atomdur da oksidləşdirir. Əgər burada 8 ENA elektron alanda, amma bir şərt verib də uşaqlar, burada hər orada kalsiumla H2SO4-ün şərt qoyur ki, belə deyək də, kütlərin bərabər eləcək, əmsalları 2 dəfə artıraq. Çünki baxın, burada 16 ENA qədər aldığı elektronun sayı artıbsa, biz 8 ENA ilə hesablayarıq. 8 ENA qədər burada dəyişiklik var da, ona görə biz əmsalları 2 dəfə oradan artıraq. Onda 8 kalsium üzərinəcə 10 mol H2SO4. Deməli, alınır 8 kalsium SO4 üzərinəcə 2 H2S üzərinəcə 8 mol su. İndi uşaqlar, burada biz deməli, kütlələrin eyni ala gətirmək üçün, məsələn, 10-u vuraq 98-ə, 8-i vuraq 40-a. Bu eləyir 420. 98-i də 10-a vursa, 980 eləyir burada qram. Kütlələrin eyni hala gətirək də onda 980 də buna verək, 980 də buna verək. Burada indi baxın, şərt nə deyil? Deməli, reaksiya üçün götürmüş kalsiumun mol miqdarını hesablayın deyir. Amma kütlə verib də, yaxşı. Mol miqdarını, reaksiya üçün götürmüş kalsiumun mol miqdarını hesablayaq. Baxaq görək nə qədər onda olur. Əgər burada biz, bax, fikir verin, deməli 8 ENA olarsa, bax 8 ENA orada oksidləşdirici aldığı
elektronların sayı 8 dənə olanda burada kalsiumun molu nə qədər olmuşdu? 4 kalsium. 4 mol. Deməli kalsium burada reaksiyaya daxil olmuşdu. Əgər onda belə deyək də 16 Na olanda deməli burada 8 mol kalsium reaksiyaya daxil olacaq da 8 mol kalsium reaksiyaya daxil olarsa onda bunu da burada hesablasaq, götürmüş kalsium mol miqdarını hesablasaq hesablayaq görək onda 980-dır belə 40-a 980 bölünsün 40. 980-i də 40-a bölsək, uşaqlar özünüz 980-i böldük 40-a. Tapdıq ki 24.5 mol orada kalsium reaksiyaya daxil olub. Niyə? Çünki bu kütlədə axı, bu da 40 da onun emiridir. Biz də bilirik ki kütləni emirə böləndə molu tapırıq da. Belə bir asılacaq, bax bunu hesabladıq. Yəni bir də buradan yazaq. N bərabərdir. N bölünsün I. Deməli 980-i, yəni bu A-dır da A üçün, hamısının ikisi üçün A ifadə vermişdik ki, eyni kütləyə gətirək. Böldük, deməli 40-a. Bunun da 24.5 olduğunu tapdıq. Cavab yəni 24.5-dir cavab. D variantı. Umarım fikrimi çatdıra bildim də yəqin ki, uşaqlar. Deməli 8-ci deməli sualda 8-cini həll etməmişik elə bilirəm də bu. 8-ci X-Y maddələr arasında reaksiyada təzyiqi 2 dəfə artırdıqda reaksiyanın sürəti 8 dəfə artır. X-in qatlığını 4 dəfə azaldır, Y-in qatlığını 4 dəfə artırdıqda reaksiyanın sürəti 4 dəfə artır. Reaksiyanın kinetik tənlinməyinə gəlin uşaqlar, biliyor bunu şifahi çözməliyik. Əmsalları nəzərə alacaq da bunu şifahi çözmək uşaqlar üçün məsələn izah verək də bir dənə 2 dənə nümunə verək məsələn. 2x üstəcə y bərabərdir. Deməli x2 y tənliyini, kinetik tənliyini yazaq. V bərabərdir, k vurulsun c, x üstü 2 vurulsun c, y. Baxın, burada biz kimyəvi reaksiyanı üzərində, məsələn, təzyiq 2 dəfə artırmaq, qatlığı 2 dəfə artırmaqdır. Onu da birinci reaksiya üçün də uşaqlar, bax, birinci reaksiya üçün yazırıq, A variantı üçün. Demək, təzyiq 2 dəfə artırsa, qatlığı 2 dəfə artırdıq, vuraq 2, bərabərdir 8. 8 dəfə kimyəvi reaksiyanın burada, baxın, sürəti artdı. Bu düzdür. İndi gəlin ikinci fikri tətbiq edək. X-in qatlığını 2 dəfə azaltsaq, X-in qatlığını 2 dəfə azaltsaq, belə, 1 üstü 2 qatlığını, X-in qatlığını 4 dəfə azaldıq, daha doğrusu 4 dəfə azaldıq deyirsə, 1 bölünsün 4 yazmalıydıq. 1 bölünsün 4 üstü 2. Y-nin qatlığını 4 dəfə artırsaq. Bu ifadədə, deməli, orada neçə eləyir? 4 bölünsün 4 üstü 2. Bir dənə orada 4'lərimiz gedəcək. Belə deyək də, buradan 4 gedir. Bu da bərabərdir. 1 bölünsün 4 ifadəsi alarıq da. Elə bil ki, 4'ü 16'ya ixtisar etdik. Baxırıq ki, burada reaksiyanın sürəti 4 dəfə artıb. Baxın, burada uyğun getmədi. Amma birinci reaksiyada 8 dəfə artır, uyğun get. Üst-üstə biri üst-üstə düşdü fikrin, biri üst-üstə düşmədi, belə deyə. İndi gəlin ikinci tənlik üçün bunu yazaq. Lap axırıncı tənlik üçün yazaq. Uyğun gəlməsə biz keçərik o birisi variantlara. Deməli, baxın, x üstəcə 2y bərabərdir 2x. Daha doğrusu bərabər demək olmaz, dönər reaksiyadır da bu. Oxu qoymalıyıq iki tərəfə də. Deməli, 2y alınır 2x y 2y 2. İndi bunun kinetik tənliyini yazaq. K vurulsun c, x maddəsi vurulsun y üstü 2. İndi birinci təzyiq 2 dəfə artıraq. Yəni qatlığı 2 dəfə artırsaq, onda biz burada 2 sürət yazdığımız V1 yazaq, V2 yazaq da. Amma biz bunu
Y tənliyi üçün qeyd edirik. Y reaksiyasını kinetik tənlik üzərində hesabla gedirik. V1 bərabərdir. Demək, təzyiqi 2 dəfə artırdım, yəni qatlığı 2 dəfə artırdımsa, mən bunu necə, onu çəkməyim. K vurulsun 2. Sonra x-in qatlığını, bunu hələ 2 dəfə artırsaq, təzyiqi 2 dəfə artırsaq, onda bu cür olur. 2 üstü 2 bərabərdir 8K. Sonra ikinci fikir üçün, yəni x-in qatlığını 4 dəfə azaldıb, y-in qatlığını 4 dəfə artırsaq, x deməli yenə x-in qatlığını 4 dəfə azaltsa 1 bölünsün 4 vurulsun. Y-nin qatlığını 4 dəfə artırsa 1 bölünsün 4 üstü 4 dəfə artırsam yox, burada kəsir düşmür. Sadəcə elə 4 üstü 2. Baxın burada. Yenə burada 4 üstü 2, 16 bölünsün 4 bərabərdir 4. Yenə K-yımızı da qeyd edək. Çünki K-yı da qeyd etmişdik. 4K. Bax, fikir verin. Birinci reaksiyada uşaqlar 8 dəfə artdı. İkinci reaksiyada da yenə, ikinci daha doğrusu hesablanmada da 4 dəfə artdı. Yəni bu reaksiyada təzyiqi 2 dəfə artıranda burada reaksiyanın sürəti 8 dəfə artdı. Yenə x-in qatlığını 4 dəfə azaldıb, y-in qatlığını 4 dəfə artdıqca reaksiyanın sürəti yenə baxın 4 dəfə artdı. Yəni bu fikir, bu kinetik tənlikdə isbat etdik ki, keçərlidir də. Digər variantlərə baxmağa gərək yoxdur. Çünki sadəcə sizi yoruram. Yəni obrisləri də bu qayda ilə bir-bir tətbiq etsəz, obris variantların düzgün alınmadığını özünüz görərsiniz. Deməli, burada Y variantı. 9-cu sualda nə deyir? Deməli, verib bizə N2 üzərinə 3H2 keçir 2NH3 tənliyi verib. Deyir, N2-yə görə sürəti 0,10 bölünsün litr dəqiqədir. Burada həcmi yenə uşaqlar 1 verib. Bu bizə, çünki heç bir düsturda bir fərq yaratmayacaq da hesab keçsək. Burada indi nə edə bilərik? Baxın, biz azota görə hesablanmış sürət, hidrogenə görə hesablanmış sürətdən biz 3 dəfə kiçikdir. Bunun əmsal şəklində biz bunu qeyd edirik. İndi bax, N2-yə görə hesablanmış sürət 0,6 olarsa, onda hidrogenə görə hesablanmış sürət 3-ü vurub 0,6-ya vursaq 1,8 eləyər. Yəni burada x qoysaq, hesablasaq, çarpı üstünə 1,8 olduğunu alarıq. İndi deyir ki, burada başlanğıc qatlığı azot üçün x, hidrogen üçün 12 mol veriblər. Onu yazaq, başlanğıc qatlıq, sərf olunan qatlıq, tarazlıq qatlıq. Baxın, azot üçün x yazıb. Deməli, orada 12 molda hidrogen üçün yazıb. Yaxın, indi biz burada necə hesablama apara bilərik? İndi deyir, baş verən reaksiyada 5 dəqiqədən sonra ilkin maddələrin qatlığı eyni olarsa, x-i hesablayın deyir. Necə hesablama apara bilərik biz? 5 dəqiqədə dediyi üçün, gəlin, bax, belə bir asılacaq yaza bilərik burada. Bunu, bax, fikir verin, bu 5 dəqiqədən istifadə edəcək. Bunu yaza, sərf olunan qatlığı 5 vurulsun 0,6. Burada da sərf olunan qatlığı 5 vurulsun 1,8 kimi yazarıq. Biz də deyirik ki, başlanğıc qatlıqdan çıx sərf olunan qatlıq bərabərdir tarazlıq qatlığı. Bizim qaydamız var da. Buna görə də biz burada birinci burada tarazlıq qatlığını hələ hesablayaq. Tarazlıq qatlığını hesaplamaq üçün 12-dən çıxsam, məsələn, bax 12 çıxaq. 5-i 1,8-ə vuranda 9 eləyir də, baxın 3 olduğuna taparıq. Bu üçü də, bax, gətirdim, yazdım bura. Orada da yenə x çıxaq, daha doğrusu bir deyim bunu yerinə düzgün yazaq. Bax, bu üçü tarazlıq, deməli, H2-nin tarazlıq qatlığının uyğun olaraq qabağına yazdım. Onda x üçün də yaza bilərik ki, 2 çıx, 5 vurulsun 0,6. Bu da eləyir, deməli, bərabərdir 2 çıxılsın. İşte bunda 6, 3 eləyir də. Bax, bunu da gətirək, bu tarazlıq qatlığının altında qeyd eləyək. Deməli, burada azotun tarazlıq qatlığının x minus 3, deməli, hidrogen tarazlıq qatlığını hesablayıb 3 aldıq. İndi burada bu tənliyi həll edək elə bil ki, yazaq ki, 2 çıxaq 3. Bax, bərabər eləyək bir-birinə elə bil ki, burada. Niyə bərabər eləyirik? İlkin maddənin qatlığı deyir 5 dəqiqədən sonra eyni olarsa, bax bu sözə görə.
Elə bir yazırıq ki, 2 sıx 3 bərabərdir 3, x bərabərdir 6. Bax, bunu bundan qatmayaq. Başlanğıc qatlıqda bu bizim tarazlıq qatlığı düsturumuzdur da, belə deyək, qaydamızdır ki, biz başlanğıc qatlıqdan sərf olunan qatlığı çıxanda tarazlıq qatlığına, yəni tarazlıq qatlığı da hər hansı bir burada maddələrin reaksiyaya girməyən hissəsidir. X-in burada bərabərdir 6 olduğunu, yəni azotun başlanğıcda 6 mol götürüldüyünü tapdıq. Deməli, baxırıq variantımız hansıdır? D variantı. Sonra nə verir bizə? HCSO4 verir. Molekulunda olan elektronların sayı A, rabitələrin əmələ gəlməsində iştirak edən elektronların sayı B-dir. B-A nisbətini tapın. HCSO4, baxın uşaqlar, birinci biz bunu rabitələrlə görsədək. Biz bilirik ki, bunu deməli görsəksək, deməli, bir dənə sulfat türsü molekulunun necə rabitələrlə birləşib, yəni onun atomlar birləşib molekul əmələ gətirildi. Bax, bu cür qaydada birləşib bir molekulun əmələ gətirməsini rabitələrlə göstərdik. İndi baxıb, burada biz bilirik ki, bir xətt 2 elektron, yəni bir rabitənin yaranmasında 2 elektron iştirak edir. Burada da baxırıq, saysaq 4-dür, 8 var. Deməli, burada molekulunda olan elektronların sayı deyir. Molekulunda olan bütün elektronların sayı burada deyirsə, onda deməli, A bərabərdir 8 yaza bilərik də onda. Deməli, rabitə əmələ gəlində iştirak edən elektronların sayı. Yox, burada rabitələrin əmələ gəlində iştirak elektronlarının sayı burada daha doğrusu B8-dir. İndi A-yı hesablamalıyıq da onda uşaqlar. A-yı təmiz burada. Baxın, hidrogenin orada protonların sayı, kükürdün protonlarının sayı, baxın, orada hamısı verilib. Əgər onda biz burada bunun molekulda olan bütün elektronların sayı ümumi hesablasaq, deməli, baxın, belə hesablaya bilərik. Yəni, bu cür yazaq, bir də oksigen yazaq. Baxaq, görək nə qədərdir. Baxın, onda bunun 2 elektron, bunda kükürddə neçədir? 16-dır. Oksigen neçədir? Oksigen 4-dür. Bir dənəsində 8 olanda 4-ündə neçə olacaq? 24. 16. İndi bunların cəmi neçə eləyir? 16, 2, 18. 18-in üstündə də 24 gəlsək, 42. Baxaq, bir də hesablayaq. 16, 2, 18, 24, 10, 34, 42. Cəmi bunda 42 elektron var. Onda deməli, A bərabərdir 42. B-yi də biz buradan tapmışdıq ki, rabitənin əmələ gəlməsində iştirak edən elektronların sayı 8-dir. Onda 42 bölək 8 nisbəti. Çünki baxın, B bölünsün A nisbəti. Daha doğrusu, B bölünsün A deyirsə, 8 bölək 42. 8 bölək 42. Deməli, bu da ixtisar gedir də, deməli, gedir qalır. Deməli, 1, 6. 6-nı da 1-ə bölsək, 0,da baxaq. Nəyə gəldik, çıxdıq. 1 bölünsün 6. 0,1 haradasa. Burada haradasa 0,1, daha da ixtisar etsək də 0,2 A-ya gəlirik də. Belə bir cavabı alırıq. Bir də baxaq buna. Molekulda olan bütün elektronların sayı 2-dir, kükürddə 16-dır. Deməli, 4 də 8-in, bax, burada 4-ü deməli 8-ə vurub 24 yazmışam uşaqlar. Burada fikir verin. 4-də bir dənə oksigen atomda 8 dənə orada proton varsa, bu 32 eləyir. 32 ilə də 16-nı topladı, 48, burada 50 çıxırsa. Üzrü sayı. Deməli, 50. Burada deməli 50 tapdıq. 8-in 50-yə nisbəti. Burada 50 qoymalıyıq. Deməli, burada 8-in də 50-yə nisbəti eləyir 0,2. 0,2.
Səhv hesablamadıq, bir də baxaq buna. 0.16. Burada yanlışlıq olur. Deməli 2 elektronun altı 18, 32, 42 və də 50. Deməli B bütün rabitələrin əmələ gəlməsinə iştirak elektronların sayı 8 dənə rabitəni 2 dəfə artırmalıyıq. Üzrdür sayı, mən bunu niyə belə qarışdırdım? 2 dəfə artırmalıyam. 8 və 2-ni 16 oradan etməlidir. 16 bölünsün 50 çıxır burada. 16 bölünsün 50 0.32. 16 bölək 50. Bir də izah edəcəm uşaqlar. Buna üzrü sayı. Adi yorğun olanda. Deməli B burada 16'dır, bu da 50'dir. Böldük 0.32. Yəni cavab 0.32'dir. Baxın, indi bir də deyirəm. Sulfat türsünün bir molekulunda o bütün elektronlar sayı bir rabitənin əmələ gəlməsində 2 elektron iştirak edir. Biz də burada sayırıq ki, uşaqlar 8 dənə rabitəmiz var. Onda elə bir 8 dənə bu xəttlərdə, hamısında bu təpə nöqtələrində bax elektronlardır. Qoymuşuq. Xarici elektron təbəqəsində o rabitənin əmələ gəlməsində iştirak edən elektronların hamısının nöqtəyini işarə etdik. Onda burada baxın, o nöqtələri saysaq, bizim 16 dənə orada rabitənin əmələ gəlməsində iştirak edən elektronların sayını tapacağıq. Molekulda olan bütün elektronların sayı, bir dənə hidrogen bax H2 oradan 2 dənədir. Ona görə burada 2 oldu. Baxın H2 yazaq bura, bir də H2SO4. Bir kükürt atomumuz var. 16 dənə protonu, yəni elektronu var. Oksigen, bir dənə oksigende 8 olanda 4'ündə, baxın orada 8, 32 olacaq. Çünki H2SO4 4'dür orada. Bunu da toplamı 16, 2, 8, 50 verdi. Bütün tapdıq. Molekulda olur 50. İndi B A nisbətini istəyir. B 16'da böldü 0.32 olduğunu tapdıq. Yeni üzrü sayısının vaxtınızdan getdi. Sonra 11-ci suala baxaq. 11-ci sualda nə deyir? Bizə reaksiya verib. Reaksiya daxil olan maddələrin müxtəlif kütlələri verilib. Bu kütlələrə uyğun da hesablanmış külər verib bizə. Biz sadəcə bu küləri hesablayıb bunları müqayisə etməliyik. İndi bir-bir bunları analiz edək. Onda karbon H4 yanma tənliyini yazaq. Baxın burada. Əmsallaşmanı yazıblar. İndi nə edə bilərik? Bax, kütləni biz bilirik ki, karbon H4 16'dır. Bu 64'dür. 2 mol oksigen 64 qram deməkdir. CO2 44'dür. Bu bizə lazım olmayacaq, amma yenə də yazdıq. Bu 36'dır. İndi biz birinci 32 verək. İndi bunu birinci reaksiyanın istilik effektini hesablayıblar. 880 olduğunu alıblar. Bax, 880'də də burada qeyd eləyək. Bax, 36'nı silək onun yerində. Bax, müsbət 880 kilojoule bu kimyəvi reaksiyanın istilik effektidir. Kimyəvi reaksiyada kütlə birinci 32 qram metan götürüblər, 32 qram oksigen götürüblər. Baxın, 16 buradan 2 dəfə artıb, 64 2 dəfə kiçilib. Deməli, mən aza görə tənasüb qurmayım da, bax, oksigenə. Yəni, onda yazacağım ki, 64 qram oksigen reaksiyaya daxil olanda 880 kilojoule istilik ayrılırsa, bəs 32 qram oksigen reaksiyaya daxil olarsa, nə qədər istilik ayrılacaq? 64 2 dəfə kiçildirsə, bu da 440. Yəni, Q1'in 440 olduğunu tapdım. Bir də deyirəm, əgər bu hesablanma sizə çətin gəlirsə, 16'nı bölün 32'yə, daha doğrusu kütləni bölün emerə. Bax, belə müqayisə eləyin, kütləni bölün 16'ya. Bir dəfə də oksigen üçün kütlə 32 verib, bölün 64'ə. Bu kəsirləri müqayisə edin. Hansı kiçikdirsə, onu götürün. Yəni, oradan mənim fikrim sizə biraz çətin gələ bilər də. Hamı üçün yox, bəzi kimya zəif bilən uşaqlar üçün deyirəm bu fikri. Elə bu kanalın da məqsədi kimya zəif olan uşaqlara da dəstək məqsədi ilə yaranmışdır. İndi Q1'ini tapdıq uşaqlar. İndi Q2 üçün hesablasaq. Hamını yenə pozaq üstündə yazaq.
Deməli, burada bunu pozduq. İndi burada da baxın, fikir verin. 8 qram şərt qoyub bizə. 8 qram. Burada 16 da bunu baxın. 8 qram deməli metan uyğundur 64. Uyğun demək deyil, daha doğrusu götürülür. 8 qram metan götürüb 64 qram oksigen. Baxın burada oksigen 64-dür, dəyişilməyib, amma metanı 2 dəfə azaldıblar oradan. 8-ə düşüb. Deməli yenə mən metana görə orada tənasüb qırdım. 8 qram metandan bax qram H4-dən bilmirik də nə qədər 2 deyək. Amma baxırıq 16 qram metandan orada karbon H4 nə qədərdir? 880-dir. Yenə buradan baxırıq ki 16 2 dəfə kiçilib 8 elib 8 yenə 2 bərabərdir 40 olur. 440 daha doğrusu bərabərdir 440. Yəni 2-ni hesablasaq 440 olduğunu alarıq. İndi burada gəlin bir də kütlə neçə verək. Burada kütlə bir də 48 16. 48 16 verək. Yenə baxırıq ki 16 3 dəfə artıb metan tərəfdən baxanda 16 3 dəfə artıb 48, yəni metalı kütlə nisbətini 3 dəfə artırıblar. Amma 64-ü orada 4 dəfə kisildiblər, 16 eliblər. Deməli az orada götürülən mənim maddəm oksigenə görə hesablayacağam, aza görə hesablayacağam. Onda yenə burada bunları pozaq. Yəni 64 qram O2-dən 8 kilojoule istilik ayrılırsa, bəs 16 qram O2-dən neçə kilojoule istilik ayrılacaq? Baxacaq 64 orada 4 dəfə kiçilibsə, 880-ı da 4-ə bölsək 220 kilojoule istilik alarıq. Deməli buradan 2 3-ümüz də bərabərdir 220. Deməli 2 3 də 220-dir. 2 1-i bilirik. Onda belə bir asılacaq yazarıq da 2 1-i bərabərdir. Baxın burada bizim bu istilikləri, kilojoulları müqayisə edirik. 2 1 bərabərdir 2 2 belə deyək böyükdür 2 3-dən. Baxın A variantı. 2 3 çünki belə deyək də 220-dir. 2 1 2 2 ondan böyükdür. 440-dır. Sonra neylədik? Baxaq. 12-ci suala baxaq. Deməli nə deyir bizə? 12 bizə 2 NO3 birləşməsi verilib. İndeksində N-dir. Atomların ümumi sayı A-dır. Bilmirik. Oksigen atomlarının sayı da 0,6 A-dır. Atomların ümumi sayına söhbət gedir. O da 0,6 A-dır. İndi bunu baxın uşaqlar, bunu ya məntiq üsulla eləmək olar, yaxud da belə bir sistem tənlik qura bilərik. Bu birləşmənin içində oksigen atomlarının, ümumi atomların sayı neçədir? Bax, 3-ün üstə 1 gəldim, 4. Deməli, bax, bunlardan söhbət gedir. İndeksləri topladım, 3-ün üstə 1 gəldim, 4-in. X-də də 1 daxil yaza bilərəm ki, onda 4-in üzərinəcə 1. Bu ümumi atomların sayıdır. Yəni bu A-dır. 0,6 ay oksigen atomlarının sayıdır. Onda da burada yaza bilərəm. 3-in bərabərdir 0,6 A. Bu sistem tənliyi həll edək. Onda 4-in üzərinəcə 1 bərabərdir A. Deməli 3-in bərabərdir 0,6 A, daha doğrusu A. Bax, burada da yenə əvəzləmə aparıb 3-nin qiymətinə burada yerinə qoysaq, bax, əvəzləməni bu cür də aparmaq olar. 3 deməli, N-in yerinə, baxın, gəlin belə yazaq da onda. Yazaq 3-in bərabərdir 0,6 vurulsun 4-in üstəcə 1. Bax, belə ifadə yazaq. 4-in plus 1 A bərabərdir yerində saxlayaq. Yəni, belə sistemi həll etməklə özümüz də bax, yaza da bilərik, amma 3-in
bərabərdir. 4'ü vurduq 0,2. Bu elədi 2,4 n üzərinə 0,6. Bunu da həll etsək 3c-dən də 2,4 çıxsaq 0,6 n bərabərdir 0,6. N bərabərdir 1 olduğunu alarıq. Ya bu üsulla eləyin. Yəni n'in orada 1 olduğunu aldıq. İkinci üsulumuz necə yaza bilərik? Yox, bir başqa sualda deyirik. X-in oksidaşma dərəcəsini tapın. Onda əgər X, NO3, NO3 orada 1'dir, yazılmır da. X-in oksidaşma dərəcəsi azot müsbət 5'dir, oksigen mənfi 2'dir. 3'də 2'nin 6, 6'dan 5, 1. Yaxud da ki, siz cəbri cəmən X-in üstə X qoyun, üstəcə 5, çıx minus 6 bərabərdir 0'a. Yəni bu üsulla da həll edə bilərsiniz. X-i bilmirəm. Üstə oksidaşma dərəcəsi X qoydum, üstünə gəldim 5, çıxdım. Üstdə 2'nin 6 bərabərdir. Burada 0. Deməli, X minus 1 bərabərdir 0, X bərabərdir 1 olduğunu tapdıq. Deməli, X-in oksidaşma dərəcəsi 1'dir. İkinci üsulda da belə yaza bilərik də. X, N, O3, N'dir. Baxın, belə bir fikirləşmək. Gəlin, N-ə özümüzdən burada 1 verək. N-ə 1 verəndə ümumi atomların sayı neçə idi burada? Belə deyək də, 4 N plus 1 idi. Oksigen atomların sayı 3 idi. Baxın, 1 verəndə, bax biz əgər 1 versək, N-ə 1 versək, bu 5 eləyir. N-ə də verəndə bu 3 eləyir. Baxın, burada ümumi atomlarının sayı, oksigen atomlarının sayı, ümumi atomlarının sayı A bərabərdir 5 tapmışıq. Şifahidə N-ə özümüzdən bir qiymət veririk. Daha doğrusu N-ə 2 verə, 3 verə tapmaq olar. Onda oksigen atomlarının sayı da B bərabərdir 3 tapmışıq. Baxın, bu 5 3'dən 0,6 qədər böyükdür də. Yəni 3 orada vursaq, belə deyək də. Yəni bir-birinə bərabər eləyəndə, yəni belə deyək, 5 bərabərdir, daha doğrusu 3 bərabərdir. Deyim, riyaziyyatçılar yəqin ki, deyim, müəllim nə danışır. Yəni 5 ilə 3 arasında 0,6 belə deyək, 6 qədər artım var da, fərq var. Bax, o özünüz fikir verir. 5'i 0,6'ya vursam, yəni 5'i vuraq 0,6, bu elə 3'ə bərabər olacaq da. Bax, 5 vuraq 0,6 bərabərdir 3. Üzr sayım, mən bəlkə də riyaziyyatı belə izah etməyim yanlışdır, amma mənim fikrimi çatdıra bildim. Sonra endotermik prosesləri müəyyən edin. NO-nun parçalanmasını yazaq. Baxın, uşaqlar, 13. Deməli, 2NO, doğrusu 2 yazılmır burada. Yox, yazılırmış, üstəcə O2 parçalanma tənliyi. Biz bilirik ki, parçalanma reaksiyaları endotermikdir, bu istisnadır. Müsbət 2'dür. Suyun buxarlanması deyirsə, su keçdi yenə suya, buxar halından. Deməli, buxar halından keçdi, belə deyək, suyun buxarlanmasında mayədən daha doğrusu buxara keçir. Mayədən buxara keçid baş verir. Sonra suyun buxarlanmasında baxaq, NH üçün suda həll olmaz. NH üçün suda həll olma prosesləri biz bilirik ki, məsələn, NH3 üstəcə su alınır, NH4, OH. Biz də bilirik ki, bu müsbət 2'dür. Yəni orada istilik ayrılır. Kalium atomundan bir elektron qopması, kalium neytraldır. Deməli, əgər elektron gedirsə, müsbət yüklənir. Elə bunu belə də çözə bilərik ki, əgər atomdan bir elektron qoparırıqsa, biz mütləq ona enerji sərf etməlidir, o enerji udmalıdır. Ona görə bu prosesi də -2 ilə göstəririk. Yenə maye buxara keçirsə, su maye haldadır. Buxar halına keçməsi üçün ona biz istilik verməlidir. İstilik orada mütləq udulmalıdır ki, məsələn, çaydanda biz çay qoymuşuq, onu buxar halına keçmək üçün ona istilik verməli, udulmalıdır ki, bu proses maye buxar keçidi baş versin də. Ona görə udulma deyirsə, -2 ilə götürürük. İndi hansını soruşur? Endotermik prosesləri soruşur. Deməli, bu 3'dür, bu 4'dür, onda 1, 4 variantımız variantı. Daha doğrusu endotermik 2, 4, daha doğrusu 2, 4. 2, 4, baxın, burada reaksiyaların nömrəsi 2, 4. A variantı.
Elə. Sonra nə sualımız qaldı? Bunu biz 14'ü demişdik. Yox, 14'ü deməmişdik. 14. Baxın, amonium iyonda elektronların ümumi sayı. Amonium iyonu uşaqlar biz bilirik ki, NH4 müsbətdir. Bunu rabitələrinə donor oksid burada göstərdək. Burada elektron cütü qoyur. Hidrogen. Da iyondur da biz bilirik, iyon şəklində müsbət yüklüdür. Amonium iyonunda bütün elektronların sayı burada deyirsə NH4-də bütün elektronların ümumi sayı hesablasaq n bərabərdir 7 üstəcə 3 bərabərdir 10. Niyə bu hardan gəldi? Azotu paylayanda uşaqlar 1s2 2s2 2p3 yazırıq. Burada da hər bir hidrogen birdən elektron qoyur axı ortaya. Ona görə bax 7 üstəcə 3 bərabərdir 10 yazdıq. 7 də burada bunun bu elektronlardır. P3. 1s2 2s2 2p3'dür. İndi ümumi elektronların sayı 10'dur. İndi nə deyir? Donor atomunun rabitə əmələ gəlməsində iştirak edən elektronlarının sayı deyir bizə. Donor atomu da burada bir azotdur. Azotunda burada rabitə əmələ gəlməsində iştirak edən elektronlarının sayı M5'dir. Baxın, azotu bir də paylayaq. Deməli 7, 1, S2, 2S2, 2P3. Baxın, burada donor atomun rabitə əmələ gəlməsində iştirak elektronlarının sayı bax bunlardır. Belə deyək də, bütün elektronların sayı 5'dir. Onun 5'ə nisbəti deməli, onu 5'ə n-i nə deyir də, hə, onu da bölsək 2 olduğunu taparıq. Cavab C. Yəni, bu 10'u 5'ə bölürük. C burada. 15'də nə deyir burada? 2 litrlik qabda deməli, Y qazı 1 belə mol, Y qazı aşağıdakı kimi parçaları təmli yazaq. 2X qazı parçalanır. 2Y üzərinəcə Z qazı. Tarazlıq anında qabda olan, deməli, tarazlıq anında qabda 0,4 mol X olarsa, reaksiyanın tarazlıq sabitini hesablayın deyir. Biz indi baxın, burada yenə baxın, 2 mol götürüləndə 2 mol Y alınıb, 1 mol Z alınıb. Bir də bizə ipucu, burada 0,4 tarazlıq anında 0,4 mol X olarsa, gəlin başlanğıc qatlıq yazaq. Bunlar bizə yol göstərəcək. Başlanğıc qatlıq, sərf olunan qatlıq, tarazlıq qatlığı. Baxın, tarazlıq anında 0,4, bax burada yazaq. Çünki onu ipucu oradan bizə verir də. 2 litrlik qabı da verir. Bunu da yəqin ki, istifadə edəcəyik biz. İndi baxın burada. Əgər burada sərf olunan qatlıq 0,4'dür, deməli bu hansını? Hə, 0,2'sin oldu. Onda əgər 2'yə uyğun, burada X-ə uyğun 2 mol Y-dirsə, 1 mol Z-dirsə, onda başlanğıc qatlıq burada 1,2 verib, yox, bu şərti verib. 1,2 olarsa, digərləri məhsullar bilirik ki, 0'dır. Onda sərf olunan qatlıq bu 1,2'dən, baxın, bax, bu 1,2, 0,4'ü çıxanda sərf olunan, X-in sərf olunan qatlığının 0,8 olduğunu tapdıq. Yaxşı, indi burada da yenə digərlərinin tarazlıq qatlığını ona görə uyğun tapa bilərik ki, onda 0,8 olacaq, yeyincə. Bu da 0,4 olacaq. Hardan bildik? Bax, o 2 birdən də istifadə edib bunu burada uyğunlaşdırmaq olar. Başlanğıc qatlığı, sərf olunan qatlığa görə. Yaxşı, sonra nə edə bilər? Onda həcm axı verilib bizə. Onda bunun C tarazlıq qatlığını, baxın, gəlin 2 dəfə kiçildə, həcmi 2 dəfə, 0,2, 0, yəni 0,8-i 2-yə bölüb 0,4-yə 2-yə bölürük. Buradan 0,2 olduğunu alarıq. Bu deməli, bu X, Y, Z-in tarazlıq qatlıqlardır. Biz də bilirik ki, tarazlıq sabitini hesablamaq üçün başlanğıc maddələrin tarazlıq qatlıqlarının hasilinin
reaksiya məhsullarının tarazlıq sabitlərinin hasilini başlanğıca, yəni reaksiyada nə götürmüşsə, onun tarazlıq sabitinə olan nisbəti tarazlıq sabitinin qiymətini verir. Yəni K-yı ifadə etsək, dediklərimizi yazaq. Deməli, burada bizim Y məhsulumuz, reaksiya məhsullarımız Y üstündə 2 əmsal nəzərə alınır. Vurulsun Z maddəsinin tarazlıq qatılığı, bölünsün X maddəsinin tarazlıq qatlığı üstündə əmsalları da nəzərə alır. İndi qiymətləri yerinə qoysaq, deməli, burada Y neçə tapmışdıq? 0,4-ün üstə 2 əmsal nəzərə alırıq. Vurulsun 0,2, bax bu 0,4, 0,2 bölünsün 0,2-nin kvadratı. Bax bu 0,2-nin kvadratı. Bax bunu da hesablasaq 0,8 aldı. Burada da yəni 0,2-lər ixtisar gedəcək. Yox, burada üstü 2-dir. Bu 0,4 olacaq. 0,4-ün kvadratı 0,6. Yəni bunun özünüz hesablayın. 0,8 olduğunu alarsınız. 16-cı sualda nə deyir bizə? Deməli, baxırıq ki, AB üstə gecək. Bu sxemə uyğun reaksiyanı müəyyən edin. Sxemə baxın, hidrogen üstə fluor 2 birləşmə reaksiyası da biz bilirik, burada H fluoru alınır. Burada kalsium karbonu 3 alınır. Burada CO alınır. Natrium mübadilədir də, burada natrium xlorid üstünəcə su alınır. Amma axırıncı reaksiyada bax, sink elə bir ki, belə deyək də, misi sıxışdırıb çıxardıb, alırdı mis, üzərinəcə sink, xlor. Bax, bu reaksiyanı burada qeyd edeyim. Sink üstəcə mis xlorid. Deməli, bəsit maddənin bu, belə deyək də, sxemə uyğun reaksiya deyirsə, bu reaksiya kimyəvi reaksiyanın tipləridir. Bu əvəz etmə tipidir. Yəni, əvəz etmə tipinə belə bir tərif etdi. Mürəkkəb maddə və bəsit maddə arasında yenə mürəkkəb maddə, yenə bəsit maddə əmələ gəlməsi ilə gedən reaksiyalardır. Üstünəcə sink, xlor 2. Baxın, sink elə bir orada onun duzundan sıxışdırdı, çıxartdı. Yəni, orada sink, bax, burada misi elə bir əvəz etdi. Bu sxemə uyğun deyirsə, uyğun reaksiya Y variantıdır. Bir də deyirəm, birinci reaksiyada hidrogen klorid birləşmədir, ikinci reaksiya birləşmədir, üçüncü reaksiya birləşmədir, dördüncü reaksiya mübadilədir, Y əvəz etmədir. Parçalanma reaksiyasından burada yox, misal verməyib. Sonra deməli 15, 21-ə baxaq. Keçək sonra elə sıranı. 21-ci nə deyir? Bax, burada bizə həm 2 qat, həm 3 qat rabitəsi olan uşaqlar, baxın, belə bir birləşmə verib. 3 qat karbon, deməli karbon H, 2 qat karbon H, 2. Baxın, biz 3 qat olanda biz bilirik ki, sp-dir. Karbon hibridləşmə halı sp2-dir. Bu karbonda sp2-dir. Bax, qeyd etdik. İndi burada, bu modelə baxın, burada bu hibriddir. Baxın, bu hibriddir. Bu S kürə formalı, biz S elektronları kürə formada olur. Burada da P elektron bulutlarının qapanması da PP deyə yandan qapanması hesabına P rabitəmidir. Bu yenə də hibriddir. Yəni SP, SP2, SP də deyə bilərik. İndi bunlara uyğun baxaq görək. Olan rabitələrin sayı hansı halda doğrudur? Bax, burada diqqətli bax. Biz bilir ki, burada 3 dənə pi var. 3 dənə pi varsa, sayını deyirsə, baxın, pilərimiz burada, uşaqlar, bax, bu qırmızılardır, pi. Yəni, ikinci yaranan rabitədir. Onda burada PP qapanmasına, yəni 2-yə, lap yazaq, 1, 3. 2-yə deməli, 3 dənə rabitə uyğundur. Onu bax, dedik, pi rabitələrdir. Sonra baxaq, SP hidrogenlərin sayı elə SP-S-dərdir da. Bax, SP, S burada rabitəsi, yəni sigma rabitələri hidrogenlərin sayını göstərir. Neçə dənə hidrogenimiz var? Deməli, 1, 2, 4. 4 dənə SP-S-imiz var. Yəni, 1-ə uyğun gedəcək. 1-ə 4 qoyaq. İndi baxaq, 3-ə də nədir? Hibriddir. Hibridlərimizdə baxaq da burada neçə dənədir? Baxaq, SP, bax, burada 1 dənədir. Sigma rabitələrdə, ha, bu SP, SP, SP2, SP2, bunların hamısı sigmadır.
SP2, SP2 orada. Baxın, bir dənə budur. SP2 yenə burada bir dənədir. Bunu da toplamı 3 eləyir. Baxın, buradadır. Bax, dediyimiz bu rabitələr, bax, bunlardır, bax. Bax, saydıq. Bax, 3 dənə bu rabitələrdir. Qırmızılar da oldu. Pi, hidrogenlərin sayı da dedik ki, SP-S-dir. Hidrogenlər SP2S də ola bilər, SP-S də ola bilər. İndi baxırıq burada deməli 1-in altda 4, 2-in altda 3 variantı, 1, 4, C variantı. Səhv etmədik. 1, 4, 3, 3. Bax, bu söz hibriddir, ha. Hibrid. Hibridlər, yəni bir tərəfdə lətsəkləri bir tərəf batıq, bir tərəfə qabarıq şəklində olur. PP qapanması da pi rabitəsidir. Pi. Sonra deməli baxaq. Eylər beni sınaq neçədir? Sınaq 5-ə gəldik. Suallarımız hansı vardı? Baxaq, hansı qaldı? 17-ci suala baxaq. Biraz ardıcılığa pozduq. Uşaqlar üzrü sayılın. Kalium permanganat bu reaksiyanı verib. Deməli, reaksiya tənində reduksiya edici və kalium aşın əmsalları cəmini tapın. Yaxı, burada tənliyi yazmalıyıq da. Bunu fikir verin. Çünki yeri açmalıyıq ki, tənliyi yazaq. Kalium permanganat. Üzərinə gəl. Kalium 2S. Üzərinə gəl. Su. Alınır deməli kükürt. Üzərinə gəl. Manqan. O2. Üzərinə gəl. Kalium hidroksid. Baxın, indi burada dəyişilənlər. Müsbət 7-dən kalium keçib müsbət 2-yə. Burada da mənfi 2-dən 0-a keçib. Deməli, kükürt mənfi 2-dən keçibsə 0-a. 2 elektron, daha doğrusu artmaq istiqamətində gedib burada. Buradan pozmalıyıq. Deməli, 2 elektron verdi. Manqan müsbət 7-dən keçib manqan müsbət 2-yə. 5 elektron aldı. Deməli, 2, 5, çox tapsaq buna. Deməli, 5, 2. Deməli, kükürdə 5 yazırıq. Manqana 2. 5, 2. İndi bunu da qalan əmsalaşmanı uşaqlar özümüz aparmalıyıq da. Baxaq görək biz hara nə yaza bilərik ki, burada demək əmsalaşma düzəlsin. Hara nə yaza bilərik. Deməli, kükürdə 5 manqana 2 deyibsə, yaxşı yazaq da onda kalium manqan 2. 2 manqan bura yazsaq. Kaliumlar neçə olur? 4 kalium olur. 4 yazdıq. Suya neçə yaza bilərik? 2 burada yazdıq. Oldu mu? Baxaq, 2 oksigen burada. 2 də 4, 8, 10. 4 burada. 2 də 2, 4, 4, 8. Oldu mu? 2 də 2, 4. Kimin umarım səhv olmadı da. Kalium 2, kalium yox. 4'dür burada. Kükürt onda burada 5 yazmışıqsa, 2'də 5 əmsallar böyüyəcək. 5 də 2, 10. Onda burada 10 olur da. 10, baxaq görə 5 də 2, 10 kalium, 10 hidrogen, 2 də 2, 4, ya 10 dənə hidrogen deyirsə, bura 5 düşür. Deməli, 2 manqan, 2 də 4-ün 8, 8 ilə 5, 13, 2 də 2, 4, 14, səhv etmədik burada. Umarım ki, səhv olmadı da. Bir də baxaq, 2 manqan, 3 kalium, 3 kükürt. Elə bir uşaqlar, biz bunu çox yazmışıq. Bax, fikir verin. Bir də üzrü sayın. Deməli, kükürdə baxaq görək, niyə artıq yazmışıq ki, burada? 2 manqan o 2 düzdür. Gəlin kaliuma 8 verək. Burada buna 8 verək. 2 manqan 3 buna ataq. Niyə burada 3, 4 suya ataq. 4 su ataq. 3-ə kalium ataq. Manqana 2 ataq. Baxaq görək. Burada deməli bu mənfi 2-dən gəlir 0-a.
Niyə bu 3 kükürt? Deməli 1, 7-dən 2, 5. Bir də baxaq. 3-də 2-nin 6, deməli kalium 8. Məncə umaram ki, düz oldu da. Deməli 2, 3, 4, 3, 2, 8. Hə, umarım düz oldu. İndi baxaq burada sual nə deyir bizə? Tənində reduksiya edici və kalium H-ın əmsalları cəmi. Reduksiya edici burada 3-dür, kalium 2S-dir də. Kalium 2S-dir. Manqan orada oksiləşdiricidir. Reduksiya edici ilə kalium H-ın əmsalları. Deməli ki, bu 3-dür. Kalium H da 8-dir də orada. Bunun əmsallarının cəmini istəyir buradan. 8-nin də 3-ü üstünə gəlsək 11 eləyir də C variantı. 8, 3, 11. C variantı. Burada sadəcə bu əmsallar burada üst-üstə düşmədi. Niyə bilmədim onu? Sonra keçək deməli, neçənci sualdır bu? 18-ci sual. Baxın, burada 18-ci sualda nə deyir bizə? Natrium siyanit verib, karbon xlorid verib, bu birləşmələri verib. Bir də şərt qoyur ki, karbon atomunun oksiləşmə dərəcəsi silisium H4-dəki silisium atomunun oksiləşmə dərəcəsi ilə eyni olan birləşməni gör. Silanda, baxın, biz yazanda uşaqlar bilirik ki, silanda bor H3 idi, səhv etmirəmsə burada. Borun oksiləşmə dərəcəsi -3, -1. Bax, -1, -4-dür. Bax, bu istisna birləşmələrimiz var idi da bizim. İndi silanda baxırıq ki, silanın oksiləşmə dərəcəsi -4-dür. Yəni -4 olan birləşmələri burada biz götürəcəyik də. Hansıdır? Baxaqdan da bir-bir yazaq bunları. Natrium. Bu siyanit turşunun natrium düzürüdür. Biri var karbon xlor 4. Sonra karbon H4. Bir də var CO xlor 2. İndi burada da xlor -1-dir. Belə deyək, bunu X qoysaq. Deməli, bu burada -2-dir. Deməli, burada xlor -1-dir. Deməli, X burada -2-dir ki, bunun toplamı eləsin 0. Karbon H4-də yenə bu -4-dür, -1-dir. Sonra karbon xlor 4-də 1, -4. Siyanitdə də natrium -1-dir. Karbonu bilmirik, -3-dür burada. Onda yaza bilərik 1 üstəcə 2 sıx 3 bərabərdir 0. Deməli 2 sıx 2 bərabərdir 0. X bərabərdir -2. Deməli burada -2-dir. İndi baxırıq ki, burada -4 olan variantlar karbon H4-dür. Daha hansı oldu? Karbon H4 3 çıxıb burada. Bu hansını səhv hesabladıq? Karbon H4-də müsbətdir. Səhv hesablamadıq burada. Hamısı düz gəldi. Bir karbon H4-dür. X-ə baxaq görək. Bəlkə budur. Səhv hesabladıq. 4, 2, 2, 0. Siyanda 3, 3-dən 1 çıxdım 2. 1 üstəcə 2, 0. Bu da 2 elədi. Karbon H4-ün alınan variantlar hansıdır onda burada? Deməli, bir karbon xlor 2 götürük cavab. Bir də 4 çıxacaq. Yenə bax, buna bir də diqqətli hesablayaq. Nəyə biz burada oksidaşma dərəcələrini səhv elədik burada. 18. Baxaq, 4-ə bir də hesablayaq. Deməli, 4 çıxacaq. Karbon xlor 2. -2, -2, X bilmirəm. X üstəcə -2. Elə səhv hesablamışıq uşaqlar. Demək, 2 də 1-in 2 yenə -2 bərabərdir 0. Deməli, x -4 bərabərdir 0. X bərabərdir 4. Bu birləşmədə 4 imiş. Şifahi hesabladım. Yanlışlıq elədim buradan. Müsbət 4 imiş. Ona görə burada cavab 2, 4-dür. D variantıdır. Karbon burada müsbət 4. Yəni biz 4 belə deyək də -4 olan variantları götürürük daha doğrusu. 2, 2, -4, 4 olan variant düzdür. Sonra baxaq.
Suallarımız nədir? Manqan üstəcə xlor reaksiyası ümumi olan fikridir. Karbon üstəcə reaksiyaları yazaq onda. Manqan üstəcə H xlor manqan O2 daha doğrusu manqan O2 üzərinəcə H xlor alınır manqan xlor 2 üstəcə xlor manqan burada xlor 2 idi üstəcə xlor 2 üzərinəcə su elə su yazaq buna. H2 odur. Hesablamada bu bizə lazım olacaq əmsalların düzəldilməsində. Bir də C üstəcə su. Biz bilirik ki, keçir CO üstəcə H2. Baxırıq burada oksidaşma dərəcələri burada müsbət 4-dən keçib müsbət 2-yə. Oksidaşma dərəcəsi manqan burada oksidləşdiricidir, yəni reduksiya edilir, reduksiya olunur. Bu da 0-a keçib xlor. Yenə burada karbon 0-dan müsbət 2-yə, hidrogen müsbət 1-dən 0-a gəlib. İndi baxaq nə deyib. Əmsallaşmanı da aparaq, lazım olacaq. 4 burada suya 2 yazaq. 4 xlor ha etdi, 2, 2, 4 etdi. Hə, məncə düz yazdıq. İndi burada əmsalı düz qoyaq. 4H üzrü sağ xəttim yenə pis oldu. Hə, molekullar arası oksidləşmə reduksiya reaksiyalarda biz burada ümumi olan fikirləri götürəcəyik. Hə, çünki burada baxın, oksidləşdirici və reduksiya edici baxın, ayrı-ayrı orada molekullar yaxud da hissəciklərdir də düz götürə bilərik bunu. Oksidləşmə məhsulu bəsit maddədir. Oksidləşmə məhsulu elektronunun verilməsidir də. Verilməsi bəsit maddə deyirsə, burada oksidləşmə xlor -1-dən 0-a gəlib. Yəni burada elektron verib. Bəsit maddə hə götürə bilərik. Amma ikincidə oksidləşmə məhsulu bəsit maddə deyil. Axı burada oksidləşmə məhsulu baxın burada karbondur. Ona görə içini götürə bilmirik. Reduksiya məhsulu bəsit maddədir. Reduksiya məhsulu bəsit maddə deyirsə, deməli bu ikinci üçün oldu. Birinci üçün keçərli olmadı. İkinci reaksiyada hidrogen, bax bunda hidrogen reduksiya məhsuludur. Çünki 1-dən orada 0-a gəlib, yəni elektron alıb. Oksidləşdirici mürəkkəb maddədir. Baxaq, oksidləşdirici hər ikisində, burada oksidləşdirici manqandır, burada da belə deyək, hidrogendir. Ona görə oksidləşdirici mürəkkəb maddədir, götürə bilərik. 1, 4 variantları. 1, 4 deməli Y variantı. Yəni bunları belə şifahi dedik uşaqlar. Bax, elektronların lap üstündə qeyd eləyək. Manqan müsbət 4-dən keçib manqan. Baxın, müsbət 2-yə. Dəyişilənləri qeyd eləyik də. Xlor -1-dən keçib xlor bəsit ala. Yenə burada manqan 2 elektron alıb. Baxın. Bu 2 elektron verdi. Burada da yenə karbon üçün qeyd etsək, baxın, karbon 0-dan keçib karbon müsbət 2-yə, baxın, 2 elektron verdi. Qatmayaq. Yenə burada hidrogen, deməli, müsbət 1-dən keçib 2 hidrogen, yazaq 0, bunu da yazdıq. Burada 2 elektron alıb. Deməli, elektronun alınması reduksiya prosesidir. Reduksiya. Reduksiya prosesi. Elektronun verilməsi oksidləşmə. Oksidləşmə prosesidir. Yenə burada reduksiya prosesi, verilməsi oksidləşmə. Əgər testdə bir də deyirəm, soruşursa, deməli, reduksiya məhsulunu göstərdin deyirsə, siz bu ox üzrə gedin də. Manqan burada nəyin tərkibindədir? Xlorun tərkibindədir. Yəni, burada birinci reaksiyada manqan xlor reduksiya məhsuludur. Xlor burada oksidləşmə məhsuludur. İkinci reaksiyada eyni qayda ilə. Və xlor 0-dan müsbət 2-yə gəlib, elektron verib, oksidləşmə prosesidir. Nəyin tərkibində? CO-nun. Ona görə bu oksidləşmə məhsulu CO götürürük. Reduksiya məhsulu burada hidrogen götürürük ikinci reaksiyada. Sonra baxaq. Tarazlıqda olan hansı reaksiyada qabın həzmini azaltdıqda məhsulların mol miqdarı azalacaqdır. Demək, reaksiyada qabın həzmini azaltmaq, burada təzyiqi
artırmaq deməkdir. Də təzyiqi indi bax bu reaksiyalarda bir yazaq ki, yenə burada əmsalları necə eləyək ki, qısa görsədək, baxaq. Elə A reaksiyası sadəcə əmsalları nəzərə baxacağıq. Baxacağıq A-da, baxın, 2 həcm keçib 2 həcmə, 2 həcm burada N olur. Başlanğıc maddələrdə 1 mol, N2-də 1 mol. Yəni baxırıq ki, həcm dəyişilməyib. Burada götürə bilmərik. Çünki burada həzmini azaltmaq, təzyiqi artırmaq deməkdir. Əmsallar eyni olanda orada nəzərə alınmır da təzyiqin təsiri. Yəni 2-2-yə keçib də. Sonra B variantına baxaq. B-də baxırıq ki, 3 həcm keçib 2 həcmə. B variantında baxın, diqqətli baxaq uşaqlar. Deməli, baxır 3 həcm 2 həcmə keçir. Mən həzmi azaltmışam, yəni təzyiqi artırmışam. Təzyiqi artırmaq həzmin azalması istiqamətinə, gedəcək də. Burada mol miqdarları daha çox artıracaq. Azalmaq istiqamətində olmayacaq. Ona görə burada səhvdir. C variantına baxaq. Deməli, burada C variantında da baxın 3 həcm, daha doğrusu 2 həcmdir. 2 həcm keçib. Burada 3 həcmi. Mən bilirəm ki, dedik ki, reaksiyada təzyiqi artırmaq, həzmin azalması istiqamətinə gedir də başlanğıc mərhələdə. Burada da götürüblər, həzmi azaldıblar, yəni təzyiqi artırıblar. Təzyiqi artıranda həzmin azalması istiqamətinə gedəcək, yəni bu istiqamətə gedəcək, başlanğıc tərəfə gedəcək. Başlanğıc tərəfə getdiyi üçün də məhsulların mol miqdarı azalacaq. Bax, ona görə C variantını bunu götürə bilərik. Yəni, bu düzgündür. Digər variantlarda da baxaq. Məsələn, D variantında da baxaq. Burada da baxırıq 3 həcm keçib 2 həcmə. Yəni, eyni qaydada da həzmi azaltmışam. Yəni, qatlığı artırmışam. Yəni, təzyiqi artırmışam. Təzyiqin artırması həzmin azalması istiqamətində gedəcək. Yəni, bu məhsul, belə deyək də, reaksiya məhsulu tərəfə gedəcək. Reaksiya məhsulu tərəfə getməkdə onun mol miqdarının artması deməkdir. Ona görə götürə bilmərik. Digərinə də baxmağa gərək yoxdur. Yəni, burada variantımız bizim C variantıdır. Ya, burada bir də dedim, əmsallar, burada baxın, bu 2, 1, bax, daha doğrusu, bax, 2 budur, 1 budur, toplayıram, 3-ə keçir, B variantında da, yəni orada 2 həcm, 3 həcm başlanğıcda olan, reaksiya daxil olan maddələrin orada əmsallarını toplayıram. Onları keçidi ümumi götürürəm də. Sonra bunu da dedik. Bundan sonra 22-ci sualda nə deyir? Birləşmə, dəyişmə, əvəz etmə reaksiyalarının tiplərini müəyyən edin. Bununla uşaqlarda böyük ekranın üstündə yazaq. Mis xlorid, bax, biz bilirik ki, bax, burada məhsul alınır. Mis, deməli, hidroksid. 2, deməli, alınır, natrium, OH. Burada ikinci əvəz etmədə alınır, deməli, sink, xlor 2, üzərinə mis. İkinci 100 dərəcədə bilirik ki, ortofosfat turşusu da H3, PO4. Birləşmə, dəyişmə, əvəz etmə deyirsə, deməli, 3-ə getdi 1. Burada 3-ə getdi 1. 2 əvəz etmə, demək, 2-yə gedir 3. 1-ə də gedir mübadilə, yəni dəyişmə 2. Baxın, biz bunları burada nəzərə alırıq da, bax, budur. Bax, bunları. İndi deməli, baxaq görək 3-ün altda 1, 2-nin altda 3. 3-ün altda 1, cavab Y çıxır da onda, Y variantı. Demək, 1, 3, burada 2 qaydıq, 1-ə 2 getdi, 2-yə 3 getdi, 3-ə də 1. Deməli, 22-də Y. Sonra baxaq 27-ci suala. Uyğunluğu müəyyən edin deyir. Burada oksidaşmə reduksiya reaksiyaları. Niyə qatdıq buna? Deməli, oksidaşmə reduksiya reaksiyalarının tipləri molekul arası, molekul daxili disperopsiya. Molekul arası oksidaşmə reduksiya reaksiyaları bilirik ki, oksidaşdırıcı reduksiya ayrı-ayrı hissəciklərin, yəni molekulda ola bilər, atomda ola bilər, onların içində olur. Molekul daxili deyəndə ümumi bir
molekul götürürük də. İndi baxaq biz burada. Dəyişilənlərə bax qeyd edək. Burada müsbət 2-də müsbət 2-yə gəlib. Dəyişilənlər müsbət 5-dir. Burada oksigen -2-dir. Bura 0-a keçib. Azot da müsbət 4-ə keçib. Bu deməli molekul daxilidir. Oksidaşdırıcı, reduks edici eyni molekulun içindədir. Oksidaşdırıcı burada deməli müsbət 2-də azotdur. Deməli bir də oksigen də -2-dən 0-a gəlib də orada reduks edicidir. Ona görə deməli molekul daxili A qoyaq. Baxırıq ki, burada dəyişilənlər B variantında NO2-də müsbət 4-dür, müsbət 5-ə gəlib. Bir də müsbət 2-yə gəlir. Baxın, eyni bir kimyəvi element atomu bir oksidaşma dərəcəsinə 2 müxtəlifine keçib. Dispropsiyadır bu. Ona görə B qoyduq bura. Burada da yenə müsbət 2-dən gedib müsbət 4-ə, 0-dan gəlib -2. Bu da molekullar arasıdır. Çünki oksidaşdırıcı reduks edici ayrı-ayrı hissəcikdir də. Ona görə C variantında yazdıq bura. Sonra deməli, burada da karbon müsbət 4-dən 0-dan müsbət 2-yə gəlib. Burada da baxın, deməli, eyni kimyəvi element atomu müxtəlif oksidaşma dərəcələrindən eyniyə keçib. Yəni müsbət 4-dən 0-dan eyni bir rəqəmə keçib. Bu kommutasiyadır, heç birinə getmir. Xlor 2 də burada deməli 0-dan -1-ə gəlib. Burada da müsbət 1-ə gəlib. Buradan da deməli xlor öz-özünə həm oksidaşdırıcıdır, həm reduks edicidir. Bu da dispropsiyadır. Eyni bir kimyəvi element atomu bir oksidaşma dərəcəsinin müxtəlifinə keçərsə, buna deyirik dispropsiya. Sonra deməli 23-cü sual yazaq, buna ayıraq. 23-cü sualda bax reaksiyamızı qeyd edək. Deməli NH3 yazaq reaksiyana 4 mol verib, üstünəcə 3O2 keçir 2N2-yə 6 mol suya. İndi burada nə istəyir? Reaksiya oksigenə görə sürəti 0,5 mol saniyə olarsa, 20 saniyə ərzində reaksiya daxil olan amonyakın miqdarını hesablayın deyir. Baxın, oksigenə görə hesablanmış sürət burada. Amonyakın miqdarını deyirsə, bax uşaqlar, bunu necə hesablaya bilərik də? Yazaq, oksigenə görə hesablanmış sürət bərabərdir qatılıq dəyişməsi bölünsün zaman dəyişməsi. Burada lap oksigenə görə hesablanmış sürəti yerinə qoyaq. 0,115 daha doğrusu bərabərdir. Qatılıq dəyişməsini bilmirik ikisinə. Bu taudur. Zaman dəyişməsi taudur. 20-dir. Həcmdə 2 litr veriblər. Bax, buna həcmi nəzərə almarıq. Bölünsün. Həcm vurulsun 20 saniyə. Buradan biz qatılıq dəyişməsini də, yəni x-i tapa bilərik. Yəni burada x delta c-dir. Bərabərdir 0,15. 20-ni vurduq 40-a. Bunu da 4,15-in ilə hesabladıq. 6 mol olduğunu tapdıq. Yaxşı. Biz burada qatılıq dəyişməsini tapdıq da. Elə bir ki, delta c bu deməli oksigenin qatılıq dəyişməsini tapdıq. Bərabərdir 6 oldu. İndi burada nə deyir bizə? 20 saniyə ərzində reaksiya daxil amonyakın miqdarını mol ilə. Yəni əmsallardan istifadə edə bilərik. Əgər 4 mol götürəndə burada 3 mol belə deyək də qatılıq dəyişməsi baş verirsə, əgər mən burada oksigeni 6 götürsəm, nə qədər amonyak orada reaksiya daxil olacaq? Baxın, ikisi də orada hesablasaq, 6-nı vurduq 4-ə, böldük 3-ə. O da bərabərdir. 8 mol olduğunu tapdıq. Deməli, cavab 8 mol. Sonra bizim duru nitrat turşusunun tənliyini verib. Deməli, bunu yazmalıyıq da, əmzalaşdırmalıyıq da. Yazaq onda mis, zərnəcə, HNO3 keçir mis nitrata, üzərinəcə NO, üzərinəcə su. Yenə burada da 0-dan müsbət 2-yə gəlib.
Eno 3'dür bu da. Niyə belə şimdi vaxtda gedir? Eno 3. Baxaq, bu da 2'dir. Deməli azotda müsbət 5'dir. Yox, dəyişilən budur. Müsbət 2'dir. Müsbət 5'dir. Sıfırdan keçdi. Müsbət 2'yə. Azotda müsbət 5'dən keçdi müsbət 2'yə. Çünki duru halda bizlər ki Eno oradan ayrılır. 2 elektron verdi. Buradan da 3 elektron qəbul etdi. 2, 3, 2. Deməli, misə 3 yazıram. Azota 2 yazıram. Qalanında özüm fikirləşib, belə deyək də, tapmaq məcburiyyətindəyim ki, burada əmsallar neçədir? Onda nə yaza bilərik? Gəlin, burada suya 4 yazaq. Suya 4 yazaq. Üzərinə 4 H2O. 2 bura yazaq. 8 bura ataq. Görək düz olurmu? Eno'ya 2 attım. 8 azot. Baxın 4 H2. Misə də 3 ataq. Əmsallaşdırdıq. İndi burada nə deyir? Burada şərt nə verir bizə? Reaksiya zamanı 0,5 mol turşu reduksiya olunarsa. Uşaqlar, baxın burada burada 8 dənə mənim azotum var. 2 mol onu reduksiya olunur. Qalanı duzun tərkibinə keçir. 6 mol azotda duzun tərkibinə keçir. Onda 2 eno orada reduksiya olunarsa suyun kütləsinə qədərdir. Bax, 2 enoya uyğun 2 mol daha doğrusu suyun kütləsi 4 vurulsun 18 qramdır. Belə yazaq ki, bəlkə qısa gedəcək. Onda əgər 0,5 mol enoya uyğun x qram su olar. Baxın, burada 2 neçə dəfə azaldıb, burada 4 dəfə kiçildir. 4 də 18-in də 72 eləyir. 72-ni də 4-ə bölsək, neçə çıxır? 72 bölü 4, bir də 4-ün 4, 18. Deməli, x-in 18 qram olduğunu tapdıq. Alınan suyun kütləsidir bu. 18. Sonra tarazlıqda olan deməli verib tənlik. Baxaq da bunun üzərində də baxaq yenə. Yazaq yaxşısı budur. Üzərinə 3H2 keçir, dönər reaksiyadır. 2NH3-ə. Baxın uşaqlar, burada nə deyir? Hidrogenin qatlığını artırsan, deyir ki, bir də baxaq şərtdə reaksiyanın azotun qatlığı artırılır. Növbəti tarazlıq yaranana qədər maddələrin qatlığı necə dəyişər? Fikir verin, burada azotdan söhbət gedir. N2-nin qatlığını, mən əgər burada azotun qatlığını artırıramsa, hidrogen qatlığı mütləq azalacaq. Daha çox ona hidrogen lazım olacaq ki, məhsula tərəf yönəlsin də belə deyək. Ona görə azalır. Biri düzgün fikir götürürük. Hidrogen qatlığı artır. Xeyr, azalır. 2 səhvdir. Amoniakın qatlığı azalır. Daha yox. Əgər mən azotun qatlığını artmışamsa, məhsul tərəfə gedəcək də. Daha orada deməli artacaq. Amoniakın qatlığı 4-də düzdür. Deməli 1-4 variantı. Sonra deməli temperatur əmsalı eləyib. Van 't Hoff deməli qaydasından da deməli kimyəvi reaksiyanın sürətinə temperaturun təsiri. İndi burada baxın, temperatur əmsalı nödü verilib. Bax, qiymətlərimizi belə deyək. Qamma daha doğrusu, qamma. Qamma bərabərdir ki, verib. Kimyəvi reaksiyanın 80 dərəcədə sürəti T1-də. Yəni, T1 bərabərdir 80. V T1 bərabərdir 0,2. VT2 bərabərdir 3,2. Sonra nə bizə verir ki, burada hansı temperaturda aparmaq lazımdır ki, onun sürəti olsun. Burada sadəcə qiymətləri gəlin uşaqlar qoyaq yerə. Düsturumuzda biz bilirik ki, düsturu VT2-nin VT1-ə nisbəti bərabərdir qamma üstü T2 minus T1 bölünsün 10 dərəcə. Bax, burada qiymətləri yerinə qoysaq 3,2 bölünsün 0,2 bərabərdir. Qamma 2-dir. Qamma üstü. Deməli, T2 belə bilmirik də neçədir. T2-ni bu sual x qoyaq. X minus 80 bölünsün 10 tənliyin həllidir. 3'ü 0,2'yə böləndə biz bilirik ki, 16 düşür də, vergülləri atdıq oradan.
16 bərabərdir 2 üstü 2x minus 80 bölünsün 10 tənliyin həli. 16-nı 2 üstü 4 şəklində yaza bilərik də. 2 üstü 2x minus 80 bölünsün. Deməli, qüvvətlər, əmsallar eyni olanda belə üstlər bərabərləşdirilir də. Belə bir qaydamız var idi. Bax, ikilər əmsallar eynidir. X minus 80 bölünsün 10 bərabərdir 4. Deməli, 2x minus 80 bərabərdir 40. X bərabərdir 120 dərəcə olduğunu taparıq. Deməli, biz burada T2-ni tapdıq. 120 dərəcə T2-mizdir. 120. Sonra nə istəyir? Baxaq, hansı suallarımız qaldı. Situasiyaya keçdik axı. Baxın, burada metal S verib, sulfit verib, kütləsi verib, yanma istiliyi verib, dam yanmasına ayrılan istilik miqdarını verib. Bir də verir ki, metal atomda neytronlar sayı, protonlar sayı ilə 5 vahid çoxdur. Bir də emerin verib. Deməli, nə edə bilərik? İndi birinci biz bu metalın yanma tənliyini yazaq. Çünki yanmadan söhbət gedir uşaqlar. Burada metal, 2 valentli daxil. Üzərinəcə SO2 alınır. Bunu da ki, yəqin ki, mütləq əmsallaşdırma aparmalıyıq da. Çünki əmsallaşdırma üçün oksigen orada 3-dür, orada 2-dir. Mütləq əmsallaşdırma getməlidir. Baxaq, görək, hara nə ata bilərik. 2 bura ataq. 2 bura ataq. 2 bura ataq. Oksigenə də 3 ataq. Baxaq, 2 də 2, 4, 6, hə, etdi. İndi bu metalın biz bilmirik də. X üstəcə emeri 32-dir. Şükür də 32-dir, metal X-dir. Əmsalı da baxa nəzərə alacaq yəqin ki. Baxın, bu metalın yanma istiliyi 200-dür. Axı, burada 2-dən söhbət gedir. Deməli, onda bunun 2 mol götürübsə, bunun kimyəvi reaksiya istilik effekti burada 400 olacaq. Bax, burada bir şərt qoyur. Biz bilirik ki, yanma istiliyi 1 mol maddənin yanması zamanı ayrılan istilik miqdarıdır. Axı, burada bizim əmsalımız 2-dir burada uşaqlar. Ona görə oradan deməli belə etdik. 202 dəfə artırdıq, oldu 400. Yəni 2 mol orada metal sulfidi yanarkən ayrılan istilik miqdarı 400-dür. Belə bir tənasüb yaza bilərik ki, əgər 9,7 qram metal sulfid yananda 20 kilojoule oradan istilik ayrılırsa, bəs 400 yananda nə qədər istilik miqdarı ayrılacaq? X qram. İndi X-i buradan tapaq. Deməli, baxırıq 20 neçə dəfə artıb, 400 olub 20 dəfə. Onda X bərabərdir 9,7 vurulsun 20. Bunu da həll etsək 2 də 7-nin 4, 2 də 9-un 18, 119, 194 olduğunu taparıq. Yaxşı belə. İndi metal atomda neytronlar sayı, protonlar sayı 5 vahid çoxdur deyil. İndi biz buradan deməli 194 metal sulfidin emerini tapdıq. İndi yaza bilərik ki, onda deməli X üstəcə, yəni onun emeri, metal sulfidin emeri bilirdik 32 bərabərdir 194. X bərabərdir 194-dən də 32 çıxsam, 194 çıx 32 bərabərdir 162 olduğunu aldıq. Yaxşı, burada bax, görək bu nə verir bizə? 162. 160, bir dəqiqə, 162-ni də belə eləməliydik. Yox, uşaqlar, buna bir dəqiqə nə yanlış getdik? Bir dəqiqə diqqətli baxaq. Deməli, X üstəcə tənasübü düz qurmadıq, axı deyəsən. Orada tənliyi səhv etdik. Tənliyi, bax, burada səhv getmişik. Bunu tənasübü burada hesablamağa səhv elədik. Çünki orada artıb azalmaya görə ona biz belə də yanlış qurduq tənasübü. Tənasübümüz bu cür olmalıydı. Çünki bu 2-ni burada, mütləq burada nəzərə almalıyıq uşaqlar. Çünki 2 də var axı oradan. Bax, belə bir tənasüb yaza bilərik. 2 vurulsun. Kəsir xətti üzərində 2, üzərinəcə 32 bölünsün 20 bərabərdir 9,7. Bax, belə bir tənasüb yazmalıyıq. Niyə? Çünki axı X-in yerində biz X üstəcə 32 mütləq yazmalıydıq burada. Çünki onu bütöv X götürə bilmərik axı. Biz onun emerindən istifadə etməliyik burada.
x götürsək orada bizə onu biz çözə bilmərik. Bax 9,7 tənliyini həll etsək, burada deməli 2 üstəcəm 32, 9,7-ni vurun 20-yə bölün 2-yə, bu eləyəcək 97. Özünüzə dəqiq hesablayın. X bərabərdir 65 olduğunu taparıq. Deməli burada baxırıq ki, bizə elementlər verir. Bu hansı elementdir? Bu sinkdir. 65 olan burada baxırıq sink. Bir də bizə ipucu verir ki, bunun protonların sayı neytronların sayına çoxdur. İndi biz bunu 65 olduğunu tart. Axı protonların sayını da bilməliyik. Onda belə bir asılacaq. X üstəcə 5 bərabərdir 65-i həll etsək. Baxın. 2x bərabərdir 60, x bərabərdir 30. Bunun protonunun sayıdır. Bu da neytrondur burada. Deyir ki, neytronun sayı protonun sayı 5 vahid çoxdur axı. Bunun toplamı 65'dir. Bunu deməli sinkin burada 30 dənə protonu var imiş. Bunu da yaxşı tapdıq. İndi metal sulfidin nisbi atom kütləsini bildik. Hesabladıq da 65'i tapdıq. Yanma reaksiya termokimyəvini yazdıq. Yuxarıda biz yazmışdıq yanma kimyəvi reaksiyanın 400 olduğunu. Yazdıq, əmsallaşdırdıq. Sonra nə deyil? Metal atomunun qısa elektron formulu və onun dövrü sistemdə mövqeyini tapın. Bax, biz 30 buradan istifadə edək. Sink 30-dan yadımızda saxlayaq. Sink 30. Baxdıq ki, bunun sinkin ayeri 65'dir. 30-da tapdıq protonların sayıda. Bunu da tam paylayaq. 1s2, 2s2, 2p6, 3 S2, 3P6 gəlir, sonra 3P6'dan sonra 4S2, biz bilirik ki 3D bu 10-la qutarır. Niyə? Çünki bu biz bilirik də bunu uşaqlar ki, bu ikinci qrupun əlavə yarım qrup elementidir. D ilə tamamlanıb bitir. Yaxşı, bunun dövrü sistemində elektron formulu yazdıq. Qısa elektron formulu da sinkin qısa 4S2, 3D 10'dur. Bax, bunu da buradan qeyd etdik. Dövrü sistemdə mövqeyində tapanda ikinci qrup əlavə yarım qrup elementidir. Çünki D yarım səviyyəsi var. Sonra yaxşı, bu dövrü sistemdə mövqeyini qısa elektron formulunu yazdıq. Dövrü sistemdə 2 B'dir. Bu da 4S2, 3D 10'dur. Bax, burada da qeyd eləmişik də özünüz uşaqlar diqqətlə baxın. İndi 30-cu sualda nə deyil? Metal sulfidin yanması zamanı 4,48 litr qaz əmələ gəldikdə metal sulfidin yanma tənliyini yazaq. Bilirik ki, bu sinkdir də, bunu bilirik. Yazaq bunu. Üzərinəcə O2 alınır sink oksid, üzərinəcə SO2. Əmsallar səhv etmirəmsə, bura 2 idi, bura 2 idi, bura 2 idi, burada 3 atılırdı. Baxın, burada 44,8 SO2-dir, qaz halında maddəmizdir. Əmələ gəlməsi zamanı alınan 5 maddənin miqdarını, həmən onu istəyirəm, alınan 5 maddə 2 moldur, budur. Sink sulfidin alınan 5 maddənin miqdarı isə sulfidin yanması zamanı qaz əmələ ayrılan istiliyin miqdarını 4,48 əmələ gələndə. 4,48 əmələ gələndə litr ayrılan istilik miqdarına alınan 5 maddənin molu. Onda bu 0,2 olacaq. Burada 0,2 həm 2-dir, bu 5 maddənin moludur. Bunu qeyd elədik. Çünki burada 0,2 sink oksid əmələ gəlir. Bu ikincidir. Baxın. İndi də ayrılan istilik miqdarını 4,48'dir. Bunu bildik. Daha doğrusu ayrılan istilik miqdarını soruşur. İndi baxın burada. Kimyəvi reaksiya istilik effektini səhv etmirəmsə yazanda neçə kilojoule almışdıq onu orada. Təmiz unutdum. Baxın orada bir dəqiqə 400 kilojoule idi. 400 kilojoule 400 kilojoule kimyəvi reaksiya istilik effekti idi. Deməli, əmələ ayrılanda 44,8 orada belə deyək, SO2 əmələ gəlirsə, 4,48-də 40 kilojoule. 40 kilojoule orada istilik ayrılacaqdı. İndi burada həm də burada birinci 40'dır. Bax, 1,40. Bunlar nə belə qarışır bir-birinə. Yəni bu belə yazaq da həm də bura 30'da ayrılan bəlkə miqdarı 0,2'dir, onu dedik. İkincidir, bir də 40 kilojoule birincidir.
Oraya yaza bilmədim, uşaqlar ailəm qarışdı bir-birinə. 40 deməli kilojul o istilikdir, 0,2 molda dedik orada bərk maddənin formulu idi. İkinci fikrimi çatdıra bildim. Bir də baxaq görək hansı suallar qaldı. Məsələn dedik. Suallara baxaq görək qalmadı. Bunu demişdik. Bir də baxaq suallara. Suallarımıza baxaq. Burada cavab təzyiqi yəqin orada demişdim 1-3 idi elə birə. Çünki siz videoda baxın. Bunu həll etdik. Bunu elə bir həll etmişdikmi? 5-ci sualı. Baxaq burada nədir? Reaksiya baş verdi, qabın həcmini 2 dəfə artırdıq. Qabın həcmini 2 dəfə artırmaq təzyiqi aşağı salmaq deməkdir. Təzyiqi aşağı saldımsa tarazlıq qismətini, bunu həll etmişdik. 1 idi cavab. Bir səhv bilmirəm 3 idi. Bunu həll etmişdik. Kalium 11. Sağ olun uşaqlar, diqqətinizə görə. Çox sağ olun. Gələn növbəti sınağımız yenə 4-cü qrup olacaq. İzləmədə qalın. Əgər izahımı bəyəndinizsə abunə olmağı, bəyənməyi də unutmayın.